Salam, hörmətli izləyicilər. Bugün çox aktual və vacib bir mövzudan danışacağıq. Müasir həyatın stresi, oturaq həyat tərzi və müxtəlif səbəblərdən yaranan ağrılara görə bir çox insan ağrı-kəsicilərdən demək olar ki, gündəlik istifadə edir. Azacıq baş ağrısı, bel ağrısı və ya oynaq ağrısı hiss edən kimi dərhal tabletkaya əl atırıq. Amma bu vərdişin arxasında nələr gizlənir? Bu videoda tanınmış mütəxəssislərin rəyinə və tibbi məlumatlara əsaslanaraq ağrı-kəsicilərin uzun müddətli istifadəsinin orqanizmə vurduğu zərərlərdən danışacağıq. Diqqət! Bu video tibbi məsləhət deyil, mütləq həkiminizlə məsləhətləşin. Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bizim Mediaya verdiyi müsahibədə bildirir ki, ağrı-kəsicilərin davamlı qəbulu ilk növbədə mədə-bağırsaq sisteminə ciddi zərər verir. Mədə və bağırsaqlara təsiri nədən ibarətdir? Əksər populyar ağrı-kəsicilər NSAID qrupu, ibuprofen, diklofenak, aspirin, naproxen və s. orqanizmdə prostaglandin adlı maddələrin istehsalını azaldır. Bu maddələr isə mədənin selikli qişasını qoruyur. Qoruyucu təbəqə zəifləyəndə mədə turşusu divarlara hücum edir. Nəticədə, mədədə eroziya və yaralar əmələ gəlir, mədə xorası riski kəskin artır, qanaxma, hətta həyati təhlükəli vəziyyətlər yarana bilər. Xüsusilə yaşlı insanlar, mədə problemi olanlar və bir neçə dərmanı eyni vaxtda qəbul edənlər daha böyük risk altındadır. Qan dövranı sisteminə təsiri. Bəzi ağrı-kəsicilər qanın laxtalanma qabiliyyətini dəyişdirir. Bu da qanaxma riskini artırır. Digər tərəfdən, uzun müddətli istifadə ürək-damar xəstəlikləri riskini də yüksəldə bilər. Buna görə də ürək xəstəliyi olan insanlar bu dərmanları yalnız həkim nəzarəti altında qəbul etməlidir. Böyrək, qaraciyər və oynaqlara zərər. Ağrı-kəsicilərin metabolitləri, parçalanma məhsulları orqanizmdə yığıla bilir. Bu yığılma böyrəklərdə qan axınını pozur və xroniki böyrək xəstəliklərinə səbəb ola bilir. Qaraciyər funksiyasını zədələyə bilir, xüsusilə parasetamolun həddindən artıq dozasında. Oynaqlarda və digər toxumalarda gücləndirə bilir. Parasetamol haqqında ayrıca qeyd. Ən çox istifadə olunan ağrı-kəsicilərdən biri olan parasetamol, asetaminofen, mədəyə nisbətən daha yumşaq təsir edir. Ancaq onun da öz təhlükəsi var. Gündəlik icazə verilən dozada, adətən 4000 mg, artıq qəbul edildikdə qaraciyərə ağır zərər verə bilir. Alkoqolla birlikdə qəbulu isə riski bir neçə dəfə artırır. Niyə bu qədər risk var? Əsas problem odur ki, biz ağrını, səbəbini araşdırmadan yalnız simptomu boğuruq. Baş ağrısının səbəbi yüksək təzyiq, miqren, gərginlik, boyun osteoxondrozu və ya başqa bir xəstəlik ola bilər. Sadəcə tabletkanı içib susuruq. Bu isə problemi daha da dərinləşdirir. Nə etməliyik? Praktik məsləhətlər. Ağrı davam edərsə, mütləq həkimə müraciət edin. Özbaşına uzun müddət, xüsusilə 10 gündən artıq ağrı-kəsici qəbul etməyin. Mümkün olduqda ən aşağı effektiv dozadan başlayın. Mədə probleminiz varsa, həkimlə məsləhətləşərək mədə qoruyucu dərmanlarla birlikdə qəbul edin. Alternativ üsullara diqqət yetirin. Fiziki müalicə, masaj, idman, yuxu rejimi, düzgün qidalanma. Xroniki ağrı halında müasir müalicə metodlarını, blokadalar, fizioterapiya və s. araşdırın. Yekunlaşdıraq. Ağrı-kəsicilər müasir tibbin ən vacib kəşflərindən biridir və düzgün istifadə edildikdə çox faydalıdırlar. Ancaq hər ağrıda tabletkaya əl atmaq vərdişi orqanizminizi yavaş-yavaş zədələyə bilər. Sağlamlığımızın ən böyük dəyər olduğunu unutmayaq. Siz bu mövzuda nə düşünürsünüz? Şərhlərdə yazın. Siz və ya yaxınlarınız tez-tez ağrı-kəsici qəbul edirsinizmi? Hansı ağrı-kəsicidən istifadə edirsiniz? Videonu bəyənməyi, kanala abunə olmağı və zəngişili aktivləşdirməyi unutmayın. Sağlam qalın, özünüzə diqqət edin.